Salam hörmətli abituriyentlər. Bugün İngiltərə yeni dövrdə, ta ki 20-ci əsrin əvvəllərinə qədərki dövrünü keçəcəyik. Əsasən də burjua inqilabından biz başlayacağıq, amma buna keçməmişdən qabaq bir baxaq İngiltərədə inqilab ərəfəsində sosial-iqtisadi vəziyyət necə idi. 17-ci yüzilliyin birinci yarısında İngiltərə aqrar ölkə olsa da, ölkənin coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi iqtisadi inkişafına şərait yaradırdı. Əmtəə pul münasibətlərinin inkişafı kəndlərin təbəqələşməsini sürətləndirmişdi. Kənd burjuaziyası, yeni zadəganlar və muzlu işçilər, yəni fəhlələr yaranmışdı. Burjuaziya, varlı şəhərlilər müstəmləkə ələ keçirmək üçün güclü donanmanın yaradılmasında maraqlı idi. Zadəganlar, yəni feodallar, kəndlərin torpaqlarını çəpərləmələrlə ələ keçirib onu otlaqlara çevirirdilər, qoyunçuluqla məşğul olurdular. Zadəganların bir qismi ticarətlə məşğul olur, sənaye müəssisələri yaradır və gəmiçiliyə kapital qoyurdular. Bəs siyasi vəziyyət necə idi? İri torpaq sahibləri və Anglikan kilsəsi feodal qaydalarının saxlanmasında maraqlı idi. İri torpaq sahibləri və Anglikan kilsəsi parlament krala tabe olan silki orqan olaraq qalmaqdaydı. Burjuaziya hökumətin istehsal və ticarət sahəsində ayrı-ayrı şəxslərə inhisar hüququ satmasından narazı idi. Yəni bir sahənin, bir ticarət sahəsinin, istehsal sahəsinin bir şirkətə, bir şəxsə sahib olması bu biznesdə rəqabətliliyə mane olur və burjuaziyada, bunları biznesmenlər kimi düşünə bilərik, ilk biznesmenlər buna qarşı idilər və deyirdilər ki, istənilən şəxs istənilən ticarət sahəsi ilə məşğul ola bilər. Burjuaziyanı narahat edən amillərdən biri də hökumətin sex sənətkarlığı müdafiə etməsi idi. Niyə? Çünki sex qaydalarını pozanlardan alınan cərmələr büdcənin əsas gəlir mənbələrindən idi və hökumət ona görə sex sənətkarlığını müdafiə edirdi. Çünki oradan gəlir gəlirdi. Və hökumətin bu addımları sənaye və ticarətin inkişafına mane olurdu. Bundan narazı qalan burjuaziya və yeni zadəganlar da öz iqtisadi imkanlarını arxalanmaqla, yəni pullarını arxalanmaqla öz məqsədlərinə çatmağı mümkün hesab edirdi. 1603-cü ildə Stuartlar sülaləsi hakimiyyətə gəldi. 1-ci James o Puritan təriqətinin və parlamentin hüquqlarını məhdudlaşdırmağa çalışır. Puritanlar İngiltərədəki protestantlardır. Və 1-ci James İspaniya ilə rəqabətləri olsa da İspaniya ilə yaxınlaşır və İspaniyaya qarşı mübarizədən imtina edir, nigah diplomatiyası ilə İspaniya ilə yaxınlaşır. Təbii ki, bu da narazılıqları artırır ölkədə. 1-ci Charles gəlir hakimiyyətə 1625-ci ildə. Parlamenti qovmuşdu. 1640-cı ildə isə Şotlandiya ilə müharibələrdə boşalan xəzinəni doldurmağı, yeni vergilər təyin etməklə bağlı icazə almaq üçün yenidən parlamenti çağırır. Çünki bilirsiniz ki, İngiltərədə parlamentin razılığı olmadan kral vergi təyin edə bilməzdi. Ona görə parlament təzədən yığılmalı idi. Parlamentə gəlir, deyir qardaş, mən lazım olanda çağırırsan, lazım olmayanda qovursan, elə şey olur. Və kralın ziddinə addımlar atır. Əvvəla siyasi məhbusların azad edilməsi, sonra kral iradəsindən asılı olmayaraq hər 3 ildən bir avtomatik parlamentin çağırılması haqqında qərar qəbul edir. Beləliklə krala tabe olmayan uzun müddətli parlamentin fəaliyyətə başladığını görürük və bu da İngiltərədə burjua inqilabının başlanması demək idi. Və kralla parlamentin münasibətləri pozulur. Uzun müddətli parlamentin dövrü, yəni 1640-dan 1653-ə qədər olan dövr həm də İngiltərədə burjua inqilabı dövrüdür. Və 1-ci Charles qəzəblənərək parlamentin bir neçə deputatının həbs olunması barədə göstəriş verir, lakin xalq parlamenti müdafiə eləyir. Kral deputatları həbs etdirə bilmir və son çarə 1642-ci ildə parlamentə müharibə elan edir. 1645-ci ildə parlamentin qəbul etdiyi hərbi islahat haqqında qanuna əsasən hərbi işi yaxşı bilən Oliver Cromwell yeni tipli ordu yaradır. Yəni Oliver Cromwell kəndlilərdən və sənətkarlardan ibarət nizami bir qoşun yaradır. Yəni təsəvvür edirsiniz, nizami ordu yaradır və çox intizamlı bir ordu yaradır. Məhz Cromwellin tədbirləri sayəsində müharibədə dönüş yaranır. 1645-ci ildə həlledici Nesby döyüşündə
parlament qoşunları kral ordusunu darmadağın eləyir və 1642-46-cı illəri əhatə edən vətəndaş müharibəsi parlamentin qələbəsi ilə başa çatır. Kral qaçır Şotlandiyaya, Şotlandlılar da böyük məbləğ qarşılığında onu İngiltərəyə təhvil verirlər. 1648-ci ildə bu məğlubiyyəti özünə yedirə bilməyən kral yenidən müharibə başladır. Bu dəfə də məğlub olur. Və 1649-cu ildə İngiltərə Respublika elan edilir. Kral edam olunur və kral tərəfindən təyin olunan Lordlar Palatası ləğv edilir. İngiltərədə yalnız Nümayəndələr Palatası qalır. Və 1643-1653-cü illər İngiltərədə Respublika dövrüdür. Bəs Respublika dövrünün xarakteri xüsusiyyətləri nədir? Daxili və xarici siyasətə baxacağıq. Respublika dövründə hökumətin iqtisadi tədbirləri nəticəsində burjuaziya və yeni zadəganların iqtisadi imkanları artır. Yəni bu varlıları düşünən bir respublika idi. Bu dövrdə qəbul edilən qanunla xaricdən ölkəyə yun və ipəyin idxalı qadağan olunur. Ölkəyə və onun müstəmləkələrinə məhsulların İngiltərə gəmilərindən başqa gəmilər vasitəsilə gətirilməsi qadağan olunur. Bu qanun Hollandiyaya qarşı yönəlmişdi. Çünki Hollandiya İngiltərədən irəlidə idi. Yəni kargo işinə Hollandiya baxırdı. İngiltərə xarici ticarətdə Hollandiya gəmilərindən geniş istifadə edirdi. Ona görə də İngiltərə ticarət müstəmləkə rəqabətində qalib gəlmək və digər Avropa dövlətlərini üstələmək məqsədi ilə güclü dəniz donanması yaratmağa başlamışdı. Xarici siyasətdə bəs nə olur? İspaniya və Fransa İngiltərə müstəqilliyini tanıyır. İngiltərə Hollandiya və Portuqaliya kimi ölkələrlə müharibələr aparır və öz üstünlüyünü qəbul etdirir. Cromwellin başçılıq etdiyi İngiltərə ordusu İrlandiyanı işğal eləyir və burada kapitalizmin inkişafına şərait yaradır bu işğal. Bu əməliyyatların nəticəsində İrlandiya 1649-da işğal olunur və İngilis ordusu inqilabi ordudan işğalçı orduya çevrilir. İrlandiya ilə eyni vaxtda Şotlandiyada işğal olunur. Respublikanın siyasəti xalqın mənafeyinə zidd idi. Çünki xalq nə düşünürdü? Xalq düşünürdü ki, kral getdi, ondan sonra gələnlər xalqı düşünəcək. Respublika sözünün mənasını izah edirdilər xalqa ki, xalqın işi xalqın idarə etməsi deməkdir. Yəni respublika, publika nə deməkdir? Xalq deməkdir, xalq idarə etməsi. Amma bu belə olmadı. Ona görə də 17-ci əsrin 50-ci illərində İngiltərə əhalisi respublikaya olan inamını tamamilə itirmişdi. Bundan kim istifadə edir bilirsiniz? Oliver Cromwell. Və o 1653-cü ildə hərbi çevriliş eləyib uzun müddətli parlamenti buraxdı. Yəni inqilabın qalib gəlməsində rol oynayan Oliver Cromwell eyni zamanda inqilabın boğulmasında da bir nömrəli şəxs olur. Yəni həm də inqilabı boğur və Lord Protector özünü elan eləyir. İngiltərə Respublikası süquta uğrayır. Ölkədə hərbi diktatura rejimi yaradılır. Real hakimiyyət də diktatora, yəni Cromwell-ə məxsus idi. 1653-60-cı illər Cromwell-in və ondan sonra da 2 il oğlu olur, Henry. Bunların hakimiyyət dövrüdür. Cromwell ölkəni generalların köməyi ilə idarə eləyirdi. Kəndlilər onun daxili siyasətindən narazı idi, amma narazılıqları da amansızlıqla qarşısını alırdı. Diktatordur da adam. Və katoliklərdən başqa bütün xristianlar üçün dözümlülüyün tərəfdarı idi, amma katoliklərə divan tuturdu. Puritan əxlaqına əsasən günah hesab edilən teatr, rəqs, idman fəaliyyətləri hamısı qadağan olunur. Cromwellin vəfatından sonra diktatura rejimi zəifləyir. Bu zaman hakim dairələr fikirləşirlər ki, elə nə var idi, Stuartlarda var idi, gəl elə onları gətirək. Və 1660-cı ildə parlament yenidən fəaliyyətə başlayır, ikinci Charles Stuartı taxta çıxardır və Stuartlar bərpa olunur. İkinci Charles bəyannamə ilə çıxış eləyir ki, bəs mən inqilab iştirakçılarına bəraət verəcəm, etiqad azadlığına şərait yaradacağam, inqilab dövründə kim nə ələ keçiribsə həmin torpaqların toxunulmazlığını təmin edəcəm, amma vədlərə əməl etmədi. 1685-ci ildə 2-ci James kral olur. Bu lap ağın çıxardır.
katolik mütləqiyyət rejimi yaratmaq istəyir. Katolikliyin də artıq İngiltərədə sosial bazası yox idi. Heç kəs katolikliyi müdafiə eləmirdi. Nə xalq, nə hakim dairələr. Katoliklik daha getdi də. İkinci James katolikləri Anglikan kilsəsində vəzifələri təyin edir. Bu yepiskopların bir hissəsinin müxalifət tərəfə keçməsinə səbəb olur. Kral təcrid olunmuş vəziyyətə düşür. Fikirləşirlər, qardaş, biz nə edəyik? Zaten hakimiyyət Stuartlarda idi. Biz Stuartların hakimiyyətinə son qoyduq, parlament yaratdıq, parlamentli respublika yaratdıq. Respublikanın başına oyun gəldi, xalq müdafiə eləmədi, Cromwell çevriliş elədi. Cromwell özü diktator oldu. Yenə Stuartları gətirdi, bunlar yenə ağın çıxartdı. Biz nə edəyik? Yaxşısı bu da elə kənardan birini gətirək. Stuartların katolik təriqətini yaymağa çalışması yenidən kralla parlament arasında münaqişəyə səbəb oldu, vətəndaş müharibəsi təhlükəsi yarandı yenə də. Və bunun qarşısını almağa çalışan zadəganlar kralın protestant kürəkəni Hollandiyalı Wilhelmlə Londona gəlib hökuməti dəyişməyi və protestantlığı qorumağı xahiş elədilər. 1688-də çevriliş nəticəsində oranlı Wilhelm İngiltərə kralı oldu, ikinci Wilhelm də deyirlər və hüquqlar haqqında bill qəbul edildi. Bill qanun deməkdir. Hüquqlar haqqında qanuna əsasən parlamentə qanunlar qəbul etməyə, vergi toplamaq hüququ verilir. Kral parlamentin razılığı ilə ordudan istifadə edə bilərdi yalnız. Kral qanunlara veto qoymaq hüququnu itirir. Kral ölkəni parlamentlə birgə idarə etməli idi. Zamanla İngiltərənin idarə etmə sistemi təkmilləşir və parlamentdə daha çox olan partiyanın, çoxluq təşkil edən partiyanın lideri hökumətə də, yəni bir növ dövlətə də rəhbərlik etmiş olur. İnqilabdan sonraki dövrdə biz görürük ki, 1707-ci ildə İngiltərə ilə Şotlandiya birləşir və Böyük Britaniyanı yaradırlar. Kraliçə Annanın dövrü 1707-ci il. 16-cı əsrdə aqrar çevriliş başlayır İngiltərədə. 18-in 60-cı illərində ilk dəfə dünyada İngiltərədə sənaye çevrilişi başlayır. 1784-də sənaye çevrilişinə ciddi təkan verir buxar mühərriklərinin kəşfi. 19-cu əsrin əvvəllərində isə artıq İngiltərədə sənaye çevrilişi başa çatır. Biz isə həmin dövrdə hələ feodalizm dövründə idik. Bu dövrdə İngiltərə dünya emalatxanası adlanırdı. 19-cu əsrdə İngiltərədə siyasi vəziyyətə baxsaq, Britaniyanın 19-cu yüzillikdə siyasi quruluşu əvvəllər olduğu kimi parlamentli monarxiya idi. Ölkədə iki siyasi partiyadan biri seçkidə qalib gəlib hökumət təşkil edirdi. Yəni bir komanda təşkil edirdilər ki, dövləti idarə etsin. Bu partiyalar da Mühafizəkarlar partiyası idi, bir də Liberallar partiyası idi. 1832-də parlament islahatı keçirilir İngiltərədə. Sənaye burjuaziyası hakimiyyətə təmsil olunmağa başlayır. 1867-də ikinci parlament islahatı keçirilir İngiltərədə. Xırda burjuaziya və fəhlələrin yuxarı təbəqəsi seçkilərdə iştirak etmək hüququ qazanır. İngiltərə müstəmləkə və xarici siyasətinə gəldikdə 19-cu əsrdə İngiltərə dünyada ən çox müstəmləkəyə sahib dövlət idi və ona deyirdilər üzərində günəş batmayan imperiya. Çünki günəşin çıxdığı yerdə onun müstəmləkəsi idi. Məsələn, Çin, Şərq, günəşin batdığı qərb torpaqları da, məsələn, Kanada onun müstəmləkəsi idi. İngiltərənin əsas rəqibləri Fransa və Rusiya idi. 19-cu əsrin ortalarında Çin və Hindistan yarım müstəmləkəyə çevrilir. Əfqanistana müdaxilə uğursuz olur. 1980-ci illərində Misir tutulur. 1867-də Kanadaya dominion hüququ verilir. 1899-1902-ci illərdə Afrikada yaşayan Avropalılarla, yəni burlarla ingilislərin mübarizəsi olur və ingilislər təbii qalib gəlib Cənubi Afrikanı işğal edirlər. 1910-cu ildə isə Cənubi Afrika Respublikasını yaradırlar və ona dominion hüququ verirlər. 1907-ci ilə gəldikdə görürük ki, İngiltərə və Rusiya bir-birinə saziş imzalayır. Bu sazişin imzalanması ilə də Fransa, İngiltərə və Rusiya üçlüsündən ibarət Antanta ittifaqı yaradılmış olur ki, bu da 1-ci Dünya müharibəsində və 2-ci Dünya müharibəsində bu Antanta təşkilatı çox işlər görəcək və baş rol olacaq. Belə, dəyərli yoldaşlar, İngiltərə mövzusu haqqında ümumi bir mənzərə yaratmağa çalışdıq. Yəni, hər xırdalığı olmasa da, əsasən ümumi sizə izah məqsədli bir təsvir vermək istədik sizə. Ümid edirik ki, videomuz faydalı oldu. İndi isə vəsaitimizdən mövzunu daha ətraflı öyrənək. Hər birinizə zehin açıqlığı və uğurlar arzulayıram. Hələlik.